ليس من العبادة انك تتكلم. Alimlərin əleyhinə danışmaq ibadətdən deyildir. Yəni, əgər sən İbn Həcəri təkfir etməsən və ya əgər Nəvəvini təkfir etməsən, Allah qiyamət günü səni buna görə hesaba çəkəcəkmi? Allah qiyamət günü bir qulundan, niyə filan kəsi kafir saymadın deyə hesab soracaqmı? Təsəvvür edin. Bəzi şeyxlər deyərdilər ki, əgər ömrün boyu bircə kəlmə belə Firon kafirdir deməsən, həyatın boyu bunu heç vaxt dilinə gətirməsən, Firon kafirdir deməsən belə, Allah səni hesaba çəkməz. Nəyə görə? Çünki müsəlmanlar arasında Fironu tanımayan yoxdur. Hətta Musa əleyhissalam haqqında, adı Musa olan bir peyğəmbərin olması haqqında məlumatı olmayanlar belə ola bilər. Belələri varmı, yoxsa yoxdur? Var. Elə sıravi müsəlman, avamlar və İslama yeni girmiş insanlar var ki, Fironu tanımır, onun haqqında eşitməyib, Quran oxumayıb. Əcəmdir, ərəb deyil, hindlidir, çinlidir, Bangladeşlidir və s. Fironu tanımır və həyatı boyu heç kimə Firon kafirdir deməyib. Allah qiyamət günü onu hesaba çəkəcəkmi? Xeyr, ondan bu barədə soruşulmayacaq. Elə isə, sən niyə gəlib insanları məcbur edirsən ki, gəl mənimlə birlikdə İbn Həcəri kafir say, yaxud mənimlə birlikdə Nəvəvini təkfir et. Əgər onu kafir saymasan, sənin haqqında filan-filan sözlər deyir, səni ittiham edir. Nə üçün? Subhanallah.